Doktor, ağciyər xərçənginin simptomları nələrdir? Ağciyər kanseri xəstələr genəlliklə bizə qızdırma, öskürək, öskürdüyümüz zaman qan axırma, hemoptizi dediyimiz və yaxud təngi nəfəslik, hərəkət edərkən təngi nəfəslik, efor dispnesi kimi şikayətlərlə genəlliklə bizə başvururlar. Bu xəstəlik üçün risk faktorları hansılardır? Ağciyər kanseri üçün risk faktorları ilk başda mütləq bir şəkildə siqaretdir. Hətta siqaret çəkən insanlarla bərabər siqaret tüstüsünə kənardan məruz qalma, yəni pasiv içicilik dediyimiz durumlarda da ağciyər kanseri üçün risk faktoru təşkil edir. Genəlliklə kişi və qadınlar arasında fərq kişilərdə daha fazladır. Yaş artdıqca genəlliklə 60-65 yaşın üstündə risk faktoru daha fazla olur. Doktor, ağciyər xərçəngi üçün el arasında bıçaq vurulmaz deyirlər. Bu doğrudurmu? Mən bu sualı bura gələndə çox qarşılaşmışam. Çox yanlış bir düşüncədir. Əlbəttə ki, ağciyər kanseri əməliyyat olunan bir kanser növlərindən biridir və ilkin mərhələdə mütləq şəkildə zaten kesin müalicəsi cərrahidir.